Salam əziz dokuzlar, ümid edirəm ki, yaxşısınız. Hər biriniz üçün imtahanınız uğurlu keçmiş olar. İndi isə sizinlə gəlin baxaq 5-ci sualın izahına. Dear Caitlin, salam əziz Caitlin, how's it going? Salam, hi, how's it going? Salam, necəsən? First of all, thank you for the birthday card with warm wishes. Əvvəlcə göndərdiyin doğum günü kartında olan xoş arzuların üçün təşəkkürlər. That's so nice of you. Çox gözəl hərəkətdir. Yəni, sənə görə çox yaxşı hərəkətdir sənətlə olunan. I'm organizing a little party for my birthday this Friday. Doğum günüm üçün balaca bir yığıncaq edirəm bu 5-ci gün. It will not be very big. Bu çox böyük olmayacaq. Only a few of my best and closest friends are invited. Yalnızca bir neçə dostum və yaxın tanışlarım dəvət olunacaqlar. We are going to have the party at my cousin's house. Partini, yəni şənliyi əmim uşağının, kuzenimin evində keçirəcəyik. I will be happy to see you there. Sən orada görməyimdən şad olaram. Love, Mary. Sevgilərlə, Mary. Əziz şagirdlər, nəzərinizə çatdırım ki, məktubu yazan Mary'dir. Yəni ki, doğum gününü edəndə Mary'dir. Burada isə adı deyir, Caitlin is celebrating her birthday this Friday. Caitlin doğum gününü keçirir. Əslində Caitlin məktub göndərir. Mary ona cavab verib deyə. Ona görə də bir A səhvdir. Caitlin is sorry for not taking part at Mary's birthday party. Bu haqda heç bir məlumat yoxdur. Deyir ki, Caitlin Mary'nin doğum günü partisində iştirak edə bilməyəcəyi üçün məyusdur. Belə bir şey yoxdur. Mary wants only Caitlin to come to her birthday party. Mary yalnız istəyir ki, Caitlin gəlsin. Əslində ki, yaxın dostlarım, tanışlarım. C də yanlışdır. Mary thanks Caitlin for the wishes. Arzularına görə təşəkkür edir. And invites her to the party və onu partiyə dəvət edir və D variantı doğrudur. Mary asked for Caitlin's help for her birthday. Mary Caitlin'dən kömək alır. Elə bir şey də yoxdur. 7 çıxır. Qalır elə D variantı. 6-cı sual. Buy our new healthy sweets. Bizim yeni sağlam şirniyyatlarımızı alın. They contain less sugar and are perfect for everyone to eat. Onlarda az bir miqdarda pesok var və onlar şəkər tozu var və onlar hər kəs üçün çox yaxşıdır. Buy one and get another one for free. Birini al və digərini pulsuz götür. Don't be late to visit our place for these tasty sweets. Bizim məkanımızı bu gözəl şirniyyatlar, dadlı şirniyyatlar üçün ziyarət etməyə gecikməyin, yəni tələsin. The sweets will be for free if a person visits the place for the second time. Əgər bir şəxs ikinci dəfə mağazanı ziyarət edərsə, pulsuz olacaq şirniyyatlar onun üçün. Elə bir məlumat yoxdur. Əslində birini alsan, digəri pulsuz olacaq deyirdi. B-də, the sweets in this place are not good for everyone. Amma burada deyir ki, good for everyone. Ona görə B-də yanlışdır. Deyir ki, burada hamı üçün yaxşı deyil. Halbuki hamı üçün yaxşıdır. All healthy sweets are for free if a person visits the place with a friend. Bütün sağlam şirniyyatlar pulsuz olacaq. Əgər bir şəxs dostu ilə gələrsə məkanımıza, belə bir məlumat yoxdur. The second sweet becomes cheaper when you buy one. İkinci şirniyyat daha ucuz olur əgər birini alsan. Amma orada deyir ki, birini alsan, ikincisi pulsuzdur. Yəni ucuzlaşmaq məsələsi deyil, D-də çıxır. Elə qalır Y variantı. The new sweets don't contain much sugar. Yeni şirniyyatlar çoxlu şəkər tozu təşkil etməli, tərkiblərində çoxlu şəkər tozu yoxdur. 7-yə. Dear mom and dad, əziz anam və ata, I feel very excited because in a week I'll be with you again for a holiday. Mən xoşbəxtəm çünki bir həftəyə bayram üçün sizinlə olacam. I enjoy my job in London very much. Londonda işimdən zövq alıram. My students are all very friendly to me. Şagirdlərimin hər biri mənə çox mehribandır. I'll arrive in Basel this Friday morning. Mən bu həftə səhər çağı gələcəm. Can you meet me at the station? Məni vağzalda qarşılaya bilərsinizmi? As I'll have a lot of luggage. Əgər çoxlu yüküm olsa, bagaj olsa. Love and all good wishes, Freda. Freda's parents are very excited for their daughter's arrival. Freda'nın valideynləri uşaqlarının gəlişi üçün çox xoşbəxtdirlər. Belə bir məlumat yoxdur. Freda wants her family to meet her students. Freda istəyir ki, ailəsi şagirdlərini qarşılasın. Əslində şagirdləri gəlmir. Freda özü gəlir deyə B-də deyil. Freda asked her parents to meet her at the station. Freda valideynlərindən xahiş edir. Burada ask soruşmaq deyil, xahiş etməkdir. Xahiş edir ki, onu vağzalda qarşılasınlar. Elə C variantı. Freda's parents are leaving for Basel to be with their daughters. Bunlar təkid edirlər ki, uşaqları ilə olsunlar. Bu da deyil.
Peda will arrive in Basel with her students və next week şagirdləri ilə gəlməyəcək dərsində özü tək gəlirdiyi yerdə deyil. Qalır C variantı. Afrika mətninə əslində bütünündə baxmıram, sadəcə suallar üzərindən baxıb cavablar göstərməyə çalışacağam. Choose the correct answer to the question according to the passage. Mətnə əsasən suala cavab verin. Why is the baby's hair cut after 3 months? Nəyə görə uşaqların saçları 3 aydan sonra kəsilirdi, qırxılırdı? Gəlin 3-cü paragrafda olmalıdır. Baxın, children are not named when they are born. It takes 3 months to give them names. In this period, the mother lives alone together. Aha. And the child's hair grows, uşağın saçı uzanır. Then a special event is held, xüsusi bir məclis qurulur. During this event, bu məclis ərzində the child is given a name, uşağa ad verilir. His hair is cut, onun saçı kəsilir. And it shows the beginning of his life in the community və onun həmən icmada həyatı, yeni həyatının başlandığı göstərilir. Bu da olacaq. It shows the start of the baby's life in the tribe. Tribe tayfadır. Community'də icma, yəni eyni yerə gəlib çıxırlar. It keeps bad spirits away from babies. Uşaqlardan pis ruhları uzaq edir. Belə məlumat yoxdur. Burada göstərdiyim kütləmişdən bu hissədən cavabı tutursunuz. It is likely to make the babies rich in the future. Uşaqları gələcəkdə varlı edəcək. Belə bir şey də yoxdur. It saves the babies from heat in the region. Onları istilikdən qoruyur. Bölgədə olan istilikdən belə bir şey yoxdur. It's believed that it will make the babies healthy. Bu inanılır ki, uşaqları sağlam edir. Belə bir məlumat da yoxdur. Gəlirəm 9-a. Choose the false statement according to the passage. Mətnə əsasən səhv variantı seçin. Baxaq burada. That's the world's attention. Bu var, cümlələr var. The Maasai houses are made of mud. Remarriages burada var. Aha. The Maasai is a group of people who live in one place till the end of their life. Heç Maasailər bir qrup insanlardır, hansı ki, ömürlərinin axırına qədər eyni yerdə qalırlar. Əslində bu səhvdir. Burada sizə göstərəcəm. Birinci abzasda deyir ki, the Maasai people travel a lot, çoxluca gəzirlər, moving from one place to another in groups. Qruplar halında bir bölgədən digərinə köçürlər və həmən orada verilən bütün məlumatlar bu hissədə verilib sizə deyə buradan tapa bilərsiniz düzgün cavabları. Yəni, yerdə qalan bütün cavablar doğrudur, sadəcə orada C yanlışdır. Hər birini oxumağa da ehtiyac görmədim. Onda, complete the sentence according to the passage. The Maasai men jump higher while dancing to show how strong they are. Elə B variantı olacaq. Deyir ki, Maasai kişiləri rəqs edən zaman yüksəyə tullanırlar çünki göstərmək üçün ki, baxın burada var. The most famous Maasai dance is the Adamu. It is the jumping dance performed by the young men. They try to jump as high as possible. By doing it, bunu etməklə, they show their strength. Onlar öz güclərini göstərirlər. Burada da deyir ki, dancing to show, göstərmək üçün how strong they are, nə qədər güclü olduqlarını göstərmək üçün. Elə eyni mənaya gəlib çıxır burada bizdə. Okay. What is the passage mainly about? Mətn əsasən nə haqqındadır? The well-known tribe in Africa, Afrikada olan məşhur bir qəbilədən danışır. 12-ci sual. Which statement are true according to the passage? Hansı cavab doğrudur? The Maasai can construct their houses in different places easily. Bu doğrudur. Baxın, burada da var. A new place easily. Constructed in a new place easily. The Adumi is the most well-known Maasai dance. Bunu da demiştik. Bəli, bu da var. Ona görə də bu olacaq 1 və 3. 13-cü sualda bizdən passive voice istəyir. I ate sandwich for breakfast. Sandwich was eaten for breakfast. D variantı. Sandwichi gətirirəm tamamlıqdır. Cədanın yerinə. Ate keçmiş olduğu üçün was eaten olaraq verirəm və for breakfast olduğu kimi qalır. Is Rosie talking to on the phone? Kimi ilə danışır mənasını verdiyi üçün. Who is Rosie talking to on the phone? I am sure it's Miranda. Əminəm ki, bu Mirandadır. Yəni, tərcümə olaraq digərlər olsa uyğun gəlmir. I have been to the restaurant once. It opened. Burada bitmiş zaman verdiyi üçün və it open'dan da görəcəksiniz ki, since olacaq. Restoran açıldığından bəri sadəcə orada ilk dəfə olmuşdum. 16-da bizdən altına xət çəkilmiş sözün antonimini istəyir. Buy almaqdır, sell satmaqdır.
B-ni götürürəm. Show göstərmək, send göndərmək, challenge change dəyişdirmək, close bağlamaq. Burada da article bölməsi də asan düşüb. One of-dan sonra the article gəlməlidir. Elə z-ni də qoyuram. The most generous, həm də burada most da var, sifətin üstün dərəcəsi. In the class yer zərflərlə də z işlənir, olacaq B variantı. 18-də compound nouns istəyir, birthday və bookshop, ikisi də compounddur, B variantı. 19-cu sualda close meaning istəyir, healthy sağlam, ill xəstə, bu antonimdir. Beta yaxşı, daha yaxşı, worse daha pis, bunlardan antonim sayıla bilərlər. Tiny balaca, big böyük antonimlər. Quiet sakit, noisy səs-küylü, Y-də çıxır. Qalır elə D variantı, ancient qədim köhnə, old qədim köhnə, D variantı. Choose the correct option is a large amount of water, böyük bir su yığınıdır, covering an area that is usually dry. Demək, həmişə quru olan bir ərazini su ilə örtülməyi. Bu olacaq flat, daşqın, ground, yer, floor, döşəmə, mountain, dağ, garden, bağ. 21-ə baxıram. Choose the correct preposition, düzgün söz önünü seçin. One of the women stole the research papers from the laboratory. Qadınlardan biri kağızı laboratoriyadan oğurladı. Laboratoriyadan mənası verirsən, from götürürəm. Between arasında, into içinə, içərisinə, on üstündə, under altında. 22-də correct option istəyir bizdən. Could-nan to olmaz, might-nan to olmaz, was able-ın to'su yoxdur, yerdə çıxır. I am able-ın to'su yoxdur, çıxır, qalır can. I can cook lunch after the baby sleeps. Uşaq yatandan sonra yeməyi bişirəcəm. Bu da oldu B. 23-ə baxıram. Correct option istəyir bizdən. Yesterday keçmiş zaman istədiyi üçün sadəli have keçir, çıxır, have çıxır, writing içində çıxır. Qalır B ilə D arasında. Burada artıq sizin üçün hiləli sual qoyulub. Send, send, send. T ilə olur deyə onun keçmiş zamanı. Yəni yalandan B-ni qoyublar. Bu da çıxır, qalır D variantı. Wrote and sent. Çünki hər ikisi də eyni mübtədaya aiddir deyə eyni zamanda qoyuram. Which word means to agree to take something that is offered or given? Hansı bir söz bunlardan bu mənaya gəlir ki, nə iləsə razı, kiminsə tərəfindən verilən və yaxud təklif olan nə iləsə razılaşmaq, olacaq accept, qəbul etmək, believe, inanmaq, attend, iştirak etmək, feel, hiss etmək, build, tikmək. 25-ci sualımızda baxaq. The products of the village sold to different. Bu cavabdan görürəm ki, bu uzlaşma bölməsidir. Products cəm olduğu üçün ofdan əvvələ baxıram təbii ki. Product cəm olduğu üçün burada götürəcəm are və v. Yəni 1 və 2-ni götürəcəm. İzlə bu onsuz da yanlışdır. Çıxacaq. Təşkillər deyə olmaz. 25-də olur 1 və 2. Hər birinizə uğurlar. Bizə dəstək olmaq istəsəniz kanalımıza abunə ola bilərsiniz. Və faydalı olacağını düşündüyünüz dostlarınızla da paylaşa bilərsiniz. Sağ olun. Yay boyunca da bacardığınız qədər 9-lu və 10-cu siniflər üçün kömək olmağa görə müəyyən test tapşırıqları və izahlarla qarşınızda olacağıq. Sağ olun.